Euronews televiziyasına müsahibəsində Prezident İlham Əliyev dünyada yeni təhlükəsizlik arxitekturası haqqında danışarkən Trump administrasiyası ilə güclü tərəfdaşlığa inandığını növbəti dəfə vurğuladı. Bunu millət vəkili Zahid Oruc parlamentdə çıxışı zamanı bildirib. Ölkə başçısı Ukraynada gedən müharibəni şərh eləyərkən siyasətə və xüsusilə qlobal maraqların toqquşduğu coğrafiyalarda dövlət rəhbərliyinə gələn şəxslərə dərs, yol xəritəsi göstərdi. Stat: Əgər siz həmişə kimdənsə asılısınızsa və yardım istəyirsinizsə, onda bir gün həmin şəxs gəlib sizdən hesabat istəyəcək. Bəli, bu aksiomadır. İndi Ağ Evin yeni sahibi gəlib və ABŞ-ın ayırdığı pulların hesabını istəyir. 16 milyon əhali köçkünə çevriləndən, 30% torpaq və 100 minlərlə insan itiriləndən sonra qəhrəman Ukraynalılardan təbii sərvətləri ilə borçlarını qaytarmaq tələb olunur. Lakin 51 dövlətin Ukraynaya verdiyi yardımın 3x korrupsiya yolu ilə mənimsənilib. Qlobal Müharibə Partiyası bir xalqın qanı üzərindən 100 milyardları silib. Heç bir millətə vətəninin mülkiyyət hüququnu təslim eləyib təhlükəsizlik qarantiyası almağı arzulamırıq. Bunun harası müstəqilliyi oldu? Bunun harası ləyaqət inqilabı oldu? Bunun harası avrointeqrasiya oldu? İllərdir dövlətimizə şər atanlar 94-cü ilin əsrin müqaviləsini, təhlükəsizlik zəmanəti olmadan atəşkəs razılaşmasını hazırki Ukrayna ilə müqayisə etsinlər. Görsünlər Ulu Öndər Heydər Əliyev məğlub cəbhə hakimiyyətini kapitulyasiyadan necə xilas edib qələbəmizin əsasını qoymuşdu. Müqaviləni belə bağlayarlar, cənablar. Ulu Öndərdən öyrənin, çünki o təhcə Azərbaycanlılara deyil, bütün xalqlara qurtuluş yolunu göstərib. Uzun 10 illər ölkəmizin liderinin dediklərini indi Ağ Evdə təsdiqləyənlər Pegasus, Panama kimi küfür sənədlərini, landramat yayanları ifşa eləyirlər və dövlət başçımızın yalancı dördlük adlandırdığı New York Times və digər şər maşınının haradan idarə olunduğunu üzə çıxarırlar. Görün, Qarbaçovun Pravdası ilə Bidenin Washington Postu necə bir-birinə bənzəyir. İnanırıq ki, terror mediası Osman qızı, azad söz və digər muzlu şəbəkə də məhv olacaqlar. Zahid Oruc qeyd edib ki, indi qalib Azərbaycanın taleyi özündən asılıdır. Dövlət rəhbəri və mərkəzi hakimiyyət sistemi güclü olanda xarici amillər dağıdıcı təsirini itirir. Ölkəmizdə kənar qüvvələrin hökmran mövqeyi heç vaxt indiki qədər zəif olmayıb. Qarabağda qələbəmiz tarixdə ilk dəfə dövlətimizə yeni Yalta konferansına vəsiqə qazandırıb. Ermənistana sərhədli başqa dövlətlər yox, məhz liderimiz göstərir. İrəvanın taleyi heç vaxt indiki qədər Bakıda həll olunmayıb. 300 illik erməni ideyası iflasa uğrayıb və ermənilər Xan kəndindən olduğu kimi İrəvandan da könüllü çıxıb gedirlər. Millət vəkili Zahid Orucun sözlərinə görə, inanırıq ki, qardaş ölkə Türkiyə sərhədin açılması qərarını çıxararkən nəzərə alacaq ki, İrəvanın Ankara qarşısında 100 illik ərazi və soyqırım tələbini indi irəli sürməməsinin ən böyük səbəbi bizim Qarabağ qələbəmizdir.